Nigar? Almaniyada hər şey qaydasındadır, hər şey çox yaxşıdır. Çox sevincliyəm ki, Almaniyaya transfer olmuşam. Almaniyaya, Bundesligaya transferim həm böyük sevinc, həm böyük məsuliyyətdir. Almaniyada oynamaq yüksək tempdə inkişaf etmiş bir ölkədir. Orada oynamaq mənim üçün də oradan da böyük bir təcrübədir. Çox çalışacağam ki, Almaniyada yaxşı yadda qalım və mənim məqsədim Almaniyadan başqa ölkələrə transfer olmaqdır. Top ölkələrdən və top klublardan təklif almaq istəyirəm və orada oynamaq istəyirəm. Buna görə çox çalışacağam. Maraqlıdır, orada heç soruşurlar ki, məsələn, məhz hansı şəhərdən gəlmisən, belə necə, hansı şəhərlərdə oynamısan? Məsələn, Mingəçevirdən, Balakəndən, Zenitdən suallar verirlərmi? Mən Mingəçevirin oyunçusu olmuşam, orada yetişmişəm. Balakəndə çox az bir müddət, bir ay falan oynamışam. Yəni uzun müddətli oynamamışam. Komanda yoldaşlarım soruşur, ölkəmiz haqqında məlumat olmayan qızlar olur, soruşurlar məndən. Ölkəmiz necədir, futbol sizdə necə inkişaf edib? Mən onlara təbii ki, ölkəmiz haqqında çox müsbət şeylər danışıram. Udmuş, qalib olmuş oyunlarımızı mən onlara göstərirəm və onlar da çox maraqla izləyirlər, mənə qulaq asırlar. Bizdə son yoldaşlıq oyunlarının birində çox gözəl bir qol vurmuşdun. Onun haqqında bir söz demədilər ki, belə qollardan Hamburqda gözləyirik. Qızlara təbii ki, özümlə bağlı da yaxşı şeylər, videolar, şəkillər göstərirəm. Onlar da maraqlı reaksiya verirlər mənə ki, çox gözəl qol vurursan, çox yaxşı oyunçusan. Bu da mənə ekstra motivasiya olur. Qızlar çox yaxşıdırlar, doğrudan mənə hər mənada dəstək olurlar. Dil baxımından biraz çətinliyim olur. Onda da mənim yanımda olurlar, dəstək olurlar. Bir də şəxsi sual. Məsələn, qızlar bir yerdə yığışıb, yəni ki, bir yemək bişirəndə demirlər ki, məsələn, Nigar bizə bir Azərbaycan yaxşı bir yeməyini bişir, biz bir yerdə dadaq o yeməkdən. Hələ ki, bir aydır transfer olmuşam Almaniyaya. Belə bir şey hələ ki, yaşanmayıb. Amma düşünürəm ki, bundan sonraki günlərdə, illərdə, önümüzdəki illərdə yəqin ki, belə bir şey olar. Bizim yeməklərin dadına baxmaq istəyirlər. Mən deyə bilmərəm ki, mən çox qəşəng, dadlı yeməklər hazırlaya bilirəm. Amma çalışdığım qədər mamamın köməyi ilə inşallah ki, yoxlayaram. Onlar da yeməklərin dadına baxarlar. Əla, uğurlar. Çox sağ ol.